Salam hər kəsi Azərbaycan Fotoqraflar Birliyinin ilin fotoqrafı tədbirində xoş gördük. Bu tədbirlə əlaqədar bəzi fotoqraflarla müsahibə apardıq. İndi isə suallarımızın cavablarını sizə təqdim edirik. Sualsız olar. Sualsız olar. Nasıl hamısı hazırdır? Mən belə hər şey tələ bilərəm danışanda, hər şey tələ bilərəm yoxsa? Davay. Foxu ver. Oh my god. Nə, getdi. Foxu verdin sən, tərpəndim ha, nəsə. Yaxşıdır. Mənə çatan nə şey yoxa çıxacaq qardaş. Wow. Nə deyirsən, başlayaq? Səs saat getməsə bir sonra zapsilir. Bir dubuldan çəkənmidi. İkincisini. Niyə? Nə bilməm, ala ver oxuyum sonra. Azərbaycanda ən yaxşı fotoqraf kimi hesab edirsiniz? Azərbaycanda ən yaxşı fotoqrafı Fərid Məmmədov, Əşrəfoğlunu onu hesab edirəm. Mənə görə Vüqaribadov, sonra Xəzər Məmmədov, Kelvin Qasımov, Toğrul Abbasov. Mən və yenə də mən. Hələ başım özümə qarışıb olar haqqında o qədər də məlumatım yoxdur. Fərid Məmmədov. Özümü. Vallahi hesab eləməyinə Vüqaribadovu hesab eləyirəm. Amma gənc nəslin içində də təbii ki, Vüqardan da əvvəl olanlar var. Üzürü saysınlar herhalde. Emil Ağayev. Fərid Məmmədov. Sənan Ələsgərov. Hüseyin Hüseynzadə, rəhmətli Hacı Akiyev, Rafiq müəllim Qəmbərov oradaydı, Asim Mirnayev, rəhmətli Hacı Akiyev, Oleg Litvin, Bahadur Dayev, Fərid Xayrulin, yəni bir çox Rauf müəllim. Şəxsən tanıdıqlarımdan Vüqaribadov, AFB-nin sədri Mirnayev Həsənoğlu, Səfiyar Məcnun, Muhammed Ağa, xanımlardan Sevinç Aslanova, Zemfira Mahmudova, bir də Rəna Əfəndi. Mənim fikrimcə Mirnayev Həsənoğludur. Xeyli fotoqraf var bugün Azərbaycanda. Mənim fikrimcə ən yaxşı fotoqraf deyəndə hərənin öz istiqamət sahəsi var. Wedding fotoqrafi, toy fotoqrafiyası üçün fərqli fotoqraf var. Street, küçə fotoqrafiyası üçün fərqli fotoqraf seçmək olar. Arxitektura götürəndə başqa fotoqraf düşünmək olar. Ona görə də tək bir dənə fotoqrafın adını çəkməklə kifayətlənmək olmaz. Kifayət qədər istedadlı fotoqraflarımız var. Yəni, sahələrə bölüb çəksək, adlarını saymaq olar tək-tək. Məsəl üçün, bugün Azərbaycanda arxitektura, mədəni abidələrin çəkilməsində Etibar Cəfərovun işlərini çox bəyənirəm. İstedadlı fotoqrafdır. Street, küçə fotoqrafiyasında Ayaz Mikailzadə, Məhəmməd Ağa, çox sevirəm onların işlərini, qəşəng fotoqraflardır. Fotomüxbir kimi, sırf peşəkar fotojurnalist kimi Vüqaribadovdan başqa mən o sahədə Vüqaribadova rəqib tanımıram. Belə, bunları çəkmək olar. Toy fotoqrafiyasına da nümunə Kelvin Qasımovu nümunə çəkə bilərəm. 2014-cü il ilin fotoqrafı nominasiyasına kimi layiq görürsünüz? Xəzər Məmmədov layiq görürəm mən hal-hazırda. Ən yaxşı mənəmsə, deməli mən də olaram, deyilin fotoqraf. Abbas Atlı. Kimlər ki o siyahıda olmayıb, ümumiyyətlə ya, almayıb. Qabağa buraxmırlar, amma onları istəyərdim qabağa çıxsınlar. Səfiyar Məcnun mənim ən yaxın dostum olduğu üçün tərəfkeşlik eləyəcəm. Səfiyar Məcnunu görmək istəyirəm. Zemfira xanım. Sənan Ələsgərov. Vüqaribadovu layiq görürəm. Ayaz Mikailzadəni layiq görürəm. Səfiyar Məcnunu layiq görürəm. Məhəmməd Ağanı layiq görürəm. Özümü. Çünki 2014-cü ildə çox böyük bir layihə, foto layihə keçirmişik. Bu sahədə işləyən Vüqaribadov, Rüstəm Fərman, İsmailov. Vüqaribadov. Vallahi onu indi münsiflər seçərlər yəqin ki, demək biraz çətindir. Hamıya uğurlar arzulayıram amma. Kim layiqdir onu? Çətinlik çəkirəm bu suala cavab verməyə. Правильно сказал? Да. Затрудняюсь ответить. Но заранее поздравляем. Mənə gəlir ki, 2014-cü ilin fotoqrafı o şəxs olmalıdır ki, Azərbaycan fotoqrafiyasının, Azərbaycanın adını Azərbaycandan kənarda yüksəklərə qaldıran insanlar olmalıdır. Yəni, bu insanlar layiq görülməlidir. Azərbaycanda, belə deyək, dünya çapında tanınan fotoqraflarımız var. Məncə onlar layiq görünsə daha yaxşı olar.
Gələcəkdə Azərbaycan Fotoqrafları Birliyində hansı dəyişiklikləri görmək istəyərdiniz? Yeni nəsil gəlsin. Yeni seminarlar, maraqlı master-klasslar, yaxşı olardı ki, xaricdən maraqlı bir qonaqlar dəvət olunsun. Bir də ki, fikirləşirəm ki, bir yerdə hamı bir rayonlara, regionlarımıza maraqlı bir səyahət eləyə bilərdik, fotoqraflar. Heç nə olmayacaq, dəyişiklik olmayacaq. İndi ona oturub fikirləşmək lazımdır, sən onu kes. Fotoqraflar Birliyi biraz da böyüyərdi. Dövlət də bir sərmayə azad yatırdardı. Nəsə bir, ümumiyyətlə, istəyərdim daha geniş işlərlə məşğul olsunlar, qapalı yerdən qutarsınlar. Çox dəyişiklik gözləyirəm. İnşallah, nə bilim, tez-tez ustad dərsləri olsa lap yaxşı olar. Sonra ən başlıcası odur ki, Azərbaycan Fotoqraflar Birliyinin özlərinin yeri olsun. Yəni, ora gələn gənclər, ora gələn gənc fotoqraflar orada nəyisə mənimsəyə bilsinlər, nəyisə öyrənə bilsinlər. Azərbaycan Fotoqraflar Birliyində dəyişikliklər, bunu görmək istəyərdim ki, sırf bizim dövlətimizdə Azərbaycanda fotoqraf sırf mədəniyyət sahəsi kimi tanınmır. Çox istərdim ki, bizim ölkəmizdə fotoqrafiya incəsənət növü kimi daxil olsun bizim mədəniyyət sahəmizə. Və ümidvaram ki, belə bir şey olduqdan sonra istər-istəməz Azərbaycan Fotoqraflar Birliyində böyük bir dəyişikliklər olacaq. Bir dənə xahişim var mənimlə, gəncləri biraz da önə. Gəncləri biraz da, çünki hər kəsin layihələri çoxdur, fikirləri, alfabet üçün nəsə eləmək istəyir, fotoqraflar üçün, fotoqrafiya üçün nəsə eləmək istəyirik. Gənclərə biraz da dəstək. Foto evi, yəni dövlət tərəfindən köməkliyi eləsəydilər, olsaydı, o yaxşı olardı. Yəni. Ən böyük dəyişikliyimiz, bizə sığınacaq versələr, ən böyük dəyişikliyimiz məncə olar. Azərbaycan fotoqrafiyası yeşiklərdə, sandıqlarda, nə deyim, seyflərdəki o kulokların içində yatır. Arxivlərimiz var. Üzə çıxarda bilmirik. Bizə bir otaq versinlər, bizə bina versinlər. Çox istərdim ki, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Fotoqrafiyası muzeyi yaradılsın və bunun üçün də dövlətimiz bizə yardım eləsin inşallah. Vüqar İbadov deyəndə Nikon yada düşür, yoxsa Nikon deyəndə Vüqar İbadov yada düşür? Mənə görə heç bir, yəni. Mənə görə Vüqar İbadov deyəndə Vüqar İbadov, yəni Nikon zat düşmür hələ. Dəfəşdə eyni şey sinonimdir. Vertolyot yadıma düşür. Vertolyot. Fuad Babayev deyəndə Leica yada düşür. Yox, Nikon dəyişib samolyot da yada düşür, belə şeylərdir. Vüqar İbadov Nikon korporasiyasının Azərbaycanda ən yaxşı təmsilçisidir. Əvvəl Nikon yada düşürdü. İndi kamuflaj, təyyarələr filan. Vüqar İbadov kimdir ki? Vertolyotda gəzən oğlan. Yəqin uçanda görüblər məni. 100%. Məni uçanda görüblər. Vüqar İbadov deyəndə qardaş yada düşür. Nə Canon yada düşür, nə Nikon. Vüqar İbadov da кто? Vüqar İbadov deyəndə mənim yadıma Laçınlıq düşür. Çünki həmgərlik, Laçınlıq, Vüqar İbadov Laçınların fəxridir. Davamını Səfiyar gəlir, mən gəlirəm. Mən Vüqar İbadov deyəndə Laçın yadıma düşür. Nikon deyəndə. Vüqar İbadov deyəndə gözəl sənət əsərləri, yaxşı fotoreportajlar yada düşür. Nikon da deyəndə sözsüz ki, Azərbaycanda şəxsən mənim üçün Vüqar İbadov yada düşür. Doğrudan bunu qeyd eləmək lazımdır ki, Vüqar İbadov Azərbaycanda ilk fotoqrafdır ki, hərbi hava qüvvələrinin lentə almış ilk fotoqrafdır. Mirnaib Həsənoğlu'dan sonra Azərbaycan Fotoqraflar Birliyinin sədri kimi görürsünüz? Mənə görə kim layiqsə o olsun. Bizdə krallıq rejimidir. Təklif edirəm ki, nəsildən nəsilə keçsin. Elə Vüqar bəy özü olsa daha yaxşı olar, yaşı çox. Hələ ki, Mirnaib müəllim kimi o qədər can yandıran adam görmürəm. Orxan Aslanov olsaydı, məncə pis olmazdı. Kim pul versə onu? Xanım. Səfiyarı. Mən hələ kəşəs görmürəm. Sən analiz görəm? Sədr kimi deyə bilmərəm, kimi görürəm, amma seçim yolu ilə olur. Rasim müəllimi. Rüfət Abbas. Bu posta layiq olan bir insan. Rauf ümid desəm, biraz düz çıxmayacaq. Çünki Rauf müəllimlə Mirnaib müəllim hardasa, belə deyək, eyni yaş təbəqələrinə uyğun insanlardır. Ona görə də gələcəkdə daha peşəkar, daha
operativ, daha yaradıcı işləməsi üçün Vüqar Ibadovu namizəd kimi görərdim. Siz fotografiyaya nə vaxt gəlmisiniz? Mən bilən 1861. 1961. 19-cu əsrin ikinci yarısı. 1861. 1861 olmalıdır. 1861-ci ildə. 61-də. Təxminən hardasa 2 əsr bundan qabaq. 1861. 1861-ci ildə. 1861-ci ildə. 1861-ci il. 1881. Azərbaycanda fotoqrafiya nə vaxt yaranıb? Yaranmayıb, hələ ortada şey yoxdur. Hardasa 1 il olar. 5 il bundan öncə. 1980-cı ildə. 6 ildir. 4 il olur. 1 ildir. Hardasa 87-ci illərdən. Aprel этого года. 97-ci 97 ya 98-in 97-nin sonlarında. Sırf belə deyək, 2004-cü ilin noyabr aylarından. 2012 1 fevralda. Sırf olaraq 2010-cu ildən. Sənət yoxsa pul? Pul. 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 Vəsait. Pul. Pul. Деньги и mozgi. Fotoqraflara arzularınız? Bütün fotoqraflara uğurlar arzulayıram. Ümid edirəm Azərbaycan fotoqrafi gələcəkdə daha çox inkişaf edər. Can sağlıq, uzun ömür, səadət. Hər kəsə uğurlar arzulayıram. Əslində biz hamımız dostuq. Yəni xaricə çıxmaq üçün əl-ələ verib xarici ölkələrdə özümüzü tanıtmalıyıq. Yeni ilinizi təbrik edirəm. Yeni ildə yeni uğurlar arzulayıram fotoqrafiya sayəsində. Ümid edirəm ki, bu ildə hər 3 gündən bir eşitdiyim sual hansı fotoaparat yaxşıdır, Canon yoxsa Nikon. Ümid edirəm ki, gələcəkdə bu sualı eşitməyəcəm. Bundan çətin suallar verəcəklər fotoqraflar. Mən indidən gələn il ilin fotoqrafı organizatorlarına uğurlar arzu edirəm, təşkilatçılarına. O gün olsun böyük fotoqraf olasan. Həm şablon şeylərdən uzaq olsunlar, bir-birlərinə baxıb götürməsinlər. Ən azından açsınlar, xarici saytlarda dərslər var, video dərslər var, öyrənsinlər. Biri bir şey çəkdi, qaçıb ondan götürüb çəkməsinlər. Arzum budur ki, ümumiyyətlə Azərbaycanda universitetlərdə tədris olunardı fotoqrafiya. Yəni təbii ki, arzudur. İnşallah gerçəkləşsin. Bütün fotoqraflara uğur arzu edirəm və öz gördüklərini çəksinlər, özlərinə inansınlar. Arzularım odur ki, bütün fotoqrafları onu arzulayıram ki, heç vaxtı kameraları işıq üzünə həsrət qalmasın, daim işıqlı olsun, daim maraqlı, xoş, nəsə bir şey çıxartsınlar, çəksinlər. Думайте. Потом снимайте, да. Azərbaycan fotoqraflarının arzularım Azərbaycanın tarixini layiqincə gələcəyə ötürmək. Fotoqraflara arzularım böyükdür. İşığınız bol olsun, hər zaman çevik olun, yaradıcı olun, gözləriniz qaynasın, operativ olun, ləng olmayın heç bir zaman. Daima uğurlar arzulayıram. Səsiniz ucalardan gəlsin, gözəl əl işlərimizi görək. Arzu edirəm ki, fotoda kimin nə layihəsi, ideyası varsa, çəkmək istədiyi kadr varsa, hamısını həyata keçirdə bilsin. Söndür onu. Səfiyə, mən buradayam ya, mən sənə baxmalıyam ki, mən nəsə deyim. Söndür onu. Tembo ilə məni Canondan çəkirsən. Söndür onu. Tembo ilə məni Canondan çəkirsən. Tembo ilə məni Canondan çəkirsən. Tembo ilə məni Canondan çəkirsən.